və həddi aşanlardan idi. Biz İsrail oğullarını öz elmimizlə aləmlərdən üstün tutduq. Onlara içində açıq-aydın imtihan olan dəlillər verdik. Bunlar mütləq deyəcəklər: bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik. Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin. Bunlar yaxşıdır. Yoxsa Tubba tayfası və onlardan əvvəlkilər, biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq. Biz onları əsl həqiqət kimi yaratdıq. Lakin çoxları bunu bilmir. Şübhəsiz ki, ayırt etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır. O gün